Salam, hər vaxtınız xeyir olsun. Mart ayının 30-u saatlarımız 12:00 göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Yaxın bir saat ərzində dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Əvvəlcə qısa bir anonslara nəzər salaq. Bakıda tapılan meyidin kimə aid olduğu müəyyənləşib. Sumqayıtda mebel sexi yanıb. Yevlaxda ot bağlamalarının üzərinə yıxılan 72 yaşlı kişi dünyasını dəyişdi. Minlərlə sakinin istifadə etdiyi yol çöktü. Mingəçevir su anbarında suyun səviyyəsi qalxıb. İspaniya hava məkanı ABŞ və İsrail təyyarələri üçün bağlandı. İranın yeni ali lideri Müçtəba Xameneyi öldürüldü. Trump'ın açıqlamasında o belə iddia edir. İranda rejim dəyişdi. Odur ki, bizi sona qədər izləyin ki, bu xəbərlərdən də xəbərdar olasınız. Keçid alırıq xəbərlərə. İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva xalq artisti Rasim Balayevin vida mərasiminə əklil göndəriblər. Əklil mərhumun Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində qoyulub. Qeyd edək ki, xalq artisti 1-ci Fəxri Xiyabanda dəfn olunacaq. Bayram bitdi, bölgələrə üz tutanlar geri qayıdırlar. Bunu nəzərə alaraq Baş Dövlət Yol Polis İdarəsi sürücülərə xəbərdarlıq edib. İzləyək. Bayramla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə Respublika əməliyyatlı avtomobil yollarında hərəkət intensivliyi müşahidə olunur. Baş Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edərək qayıdış zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməməyi xahiş edir. Bununla yanaşı sürücülərə yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamaq, yol və hava şəraitini düzgün qiymətləndirmək, hərəkət zamanı sürət həddini mövcud hava şəraitinə uyğun seçmək, ara məsafəsini qorumaq, ötmə və digər manevrlər zamanı xüsusilə diqqətli olmaq vacibdir. Eyni zamanda sürücülərin uzun məsafəli səfərlər zamanı fasilələrlə istirahət etmələri, diqqəti yayındıran amillərdən xüsusilə mobil telefondan istifadə hallarına yol verməmələri, bu kimi davranışlardan uzaq durmaları tələb olunur. Baş Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarını yollardan məsuliyyətli olmağa və qaydalara ciddi əməl etməyə çağırır. Bakıda güclü yağıntı qeyri-adi hadisəyə səbəb olub. Hadisə Binə və Sədərək ticarət mərkəzləri arasında yerləşən göldə baş verib. Belə ki, intensiv yağış nəticəsində göldə suyun səviyyəsi kəskin şəkildə artaraq daşqına səbəb olub. Nəticədə göldə saxlanılan balıqlar ətrafa yayılıb. Hadisə zamanı ərazidən keçən bəzi şəxslər yaranmış vəziyyətdən istifadə edərək ətrafa yayılan balıqları tor vasitəsilə tutmağa başlayıblar. Masazır qəsəbəsinin 3-cü mərtəbə adlanan ərazisində ciddi infrastruktur problemi yaranıb. Əlimcə stadionunun yaxınlığında yerləşən və minlərlə sakinin gündəlik istifadə etdiyi əsas yolun bir hissəsi uçaraq yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində yolun müəyyən hissəsində torpaq qatının çökməsi müşahidə olunub. Asfalt örtüyü isə tamamilə dağılıb. Bu vəziyyət həm piyadalar, həm də avtomobil sürücüləri üçün ciddi təhlükə yaradıb. Xüsusilə səhər və axşam saatlarında ərazidə sıxlıq yarandığı üçün risk daha da artır. Sakinləri deyirlər ki, bu yol onların şəhərə çıxışı üçün əsas yollardan biridir. Yolun uçması nəticəsində nəqliyyatın hərəkəti çətinləşib. Bəzi hallarda isə tam dayanma nöqtəsinə gəlib çatır. Alternativ yolların olmaması isə bu vəziyyəti daha da çətinləşdirir. Ərazidə yaşayan vətəndaşlar deyirlər ki, problem artıq bir neçə gündür mövcuddur və getdikcə genişlənir. Əgər vaxtında müdaxilə olunmasa,
uçqun sahəsi böyüyərək daha geniş fəsadlara yol aça bilər. Sakinlər aidiyyatı dövlət qurumlarına müraciət edərək yaranmış vəziyyətin həlli istiqamətində işlərin aparılmasını xahiş edirlər. Onlar yolun bərpası, təhlükəsizlik tədbirlərinin görülməsi və ərazinin nəzarətə götürülməsinin vacib olduğunu qeyd ediblər. Mütəxəssislər isə bildirir ki, belə hallar adətən torpaq sürüşməsi, yeraltı suların təsiri və ya keyfiyyətsiz tikinti nəticəsində baş verə bilər. Bu səbəbdən də problemin köklü şəkildə araşdırılması və davamlı həll yollarının tətbiqi zəruridir. Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Şəhər ərazisində minik maşını ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü 2008-ci il təvəllüdlü Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Şirvanda mənzildə qaz sızmasından baş verən partlayışda xəsarət alan qadın paytaxtda təxliyə edilib. Mənzildə partlayış zamanı Şirvan sakini 47 yaşlı Mehrəliyeva Aynurə Zakir qızı bədənin termik yanığı, yanıq şoku ilə adonal vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra vəziyyəti ağır olan qadın paytaxtda yanıq mərkəzinə təxliyə olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, vətəndaşa məxsus ümumi sahəsi 120 kvadrat metr olan bir mərtəbəli 4 otaqlı mənzildə ilkin ehtimala görə qaz sızması nəticəsində partlayışın baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırmalar davam edir. Şəmkir rayonunda yaşayış evində meyid aşkarlanıb. Rayon sakini 18 yaşlı Əlizadənin meyidi yaşadığı evdə yaxınları tərəfindən tapılıb. Meyid müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Qazax rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Rayon sakini 18 yaşlı Quliyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək həyatını itirib. Onun meyidi müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir. Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib, şəhər ərazisində hərəkətdə olan 2 minik avtomobili toqquşub, qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb, onların vəziyyətinin kafi olduğu deyilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Qaradağ rayon ərazisində evlərin birindən oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, naməlum şəxslər mənzildən 9000 manat dəyərində qızıl zinət əşyaları və 500 manat oğurlayıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Hüseynli, 24 yaşlı Hacızadə, 21 yaşlı Alızadə müəyyən olunaraq saxlanılıblar. Məlum olub ki, həmin gün zərər çəkən qadın gəlini və oğlu ilə birgə digər oğlu və gəlini olan Hüseynlinin evinə qonaq gedib. Hüseynli isə qaynanasının evində heç kimin olmayacağı və oğurluq edə biləcəkləri barədə tanışı olan 2 şəxsə məlumat verib. Onların taladıqları qızıl zinət əşyalarını satmaları müəyyən edilib. Araşdırmalar davam edir. Sabunçu rayonunda da oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birinə pəncərədən daxil olaraq 20 min manat dəyərində qızıl zinət əşyalarını
talayıb. Sabunçu rayon polis idarəsi 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllərdə oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərər çəkənin elə öz qonşusu 34 yaşlı Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs taladığı qızıl zinət əşyalarını sataraq əldə etdiyi pulla avtomobil icarəyə götürüb və turizm məkanlarından birinə istirahətə yollanıb. Faktla bağlı araşdırmalar davam edir. Nərimanov rayonunda bir nəfərə məxsus avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitəsindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayon polis idarəsi 17-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Qabil Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun paytaxt ərazisində daha 2 avtomobildən ümumilikdə 580 manat qol saatı və boyunbağı oğurladığı da müəyyən edilib. Qeyd edək ki, Qabil Kərimovun etdiyi əməllər təhlükəsizlik kamerası vasitəsilə də lentə alınıb. Faktla bağlı araşdırma aparılır. Paytaxtın Xəzər rayonunda quyuda meyit tapılıb. Hadisə Zirə qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini 51 yaşlı Cabbarzadə Sərvər Süleymanoğlunun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin həyətindəki quyuda tapılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. Yevlaxda ot bağlamalarının üzərindən yıxılaraq xəsarət alan 72 yaşlı şəxs dünyasını dəyişib. Hadisə Qoyunbinə kəndində baş verib. Belə ki, Ağdam rayon sakini Zeynal Abbasoğlu Tağıyev ot bağlamalarının üzərindən yıxılması nəticəsində boyun nahiyəsindən xəsarət alıb. Xəstəxanaya gətirilən şəxs bir neçə gün orada qaldıqdan sonra həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Sumqayıt şəhəri Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunur ki, yanğın nəticəsində ümumi sahəsi 750 kvadrat metr olan mebel sexinin yanar konstruksiyaları 70 kvadrat metr sahədə yanıb. Sexin böyük hissəsi içərisində olan mebel və taxta materiallar yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri ötən gün və gecə saatlarında fasiləsiz olaraq davam etdirilib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə görülmüş tədbirlər nəticəsində 75-i az yaşlı olmaqla ümumilikdə 454 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Qeyd edək ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunlarının dövlət yanğından mühafizə və xüsusi riskli xilas etmə xidmətlərinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin Bakı və Sumqayıt regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir. Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yusif Eyvazov küçəsində yola ağac aşıb. Nəticədə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Hazırda müvafiq qurumların əməkdaşları ərazidə iş aparırlar. Ötən gün polis əməkdaşları paytaxt və Respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 3 tapanca, 3 qumbara, 2
alışdırıcı, 11 tüfəng, 42 patron darağı və 1594 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat paylaşıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Al-Nüttaq-Daşkəsən avtomobil yolunda sel suları nəticəsində çökmə baş verib. Hadisə qəsəbə daxili 3 kilometrlik avtomobil yolunun 2 kilometrliyində qeydə alınıb. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır. Ərazi çəpərlənib. Rayon Fövqəladə Hallar Komissiyası və 31 saylı yol istismar MMC tərəfindən tədbirlər görülür. Ərazidən qaya parçaları götürülüb. Həmçinin yolun genişləndirilməsi işləri görülür. Hazırda gediş-gəliş təmin olunub. Məlumat üçün bildirək ki, Gəncə və ətraf rayonlarda yağışlı hava şəraiti davam edir. Azərbaycanda makaron ehtiyatı 12 dəfədən çox artıb. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2531,8 ton makaron məmulatları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə bu 2025-ci ilin eyni dövrünə nisbətən 0,1% çoxdur. Martın 1-nə müəssisələrin anbarlarında 150 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da bir il əvvələ nisbətən 12,3 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4%-dən çoxdur. Mingəçevir su anbarında suyun səviyyəsi qalxıb. Yağıntılar və çaylardan daxil olan axın nəticəsində Mingəçevir su anbarında suyun səviyyəsi son sutka ərzində daha 10 sm yüksəlib. Bu, yağışlı son həftə ərzində qeydə alınan gündəlik ən böyük artımdır. Artım nəticəsində su anbarında suyun səviyyəsi 79 metr 31 sm həddinə çatıb. Bölgənin su hövzəsinə daxil olan çaylarda isə əksinə yağıntının azalması və dayanması səbəbindən axın azalaraq suyun səviyyəsinin enməsinə yol açıb. Xarici xəbərlərlə davam edirik. İranın yeni ali rəhbəri öldü. ABŞ prezidenti Donald Trump İranın yeni ali rəhbəri Müçtəba Xameneyinin səhhətinin ağır olduğunu bildirib. Bu barədə Trump Financial Times-a müsahibəsində deyib. Donald Trump bildirib ki, mərhum Əli Xameneyinin oğlu barədə uzun müddətdir heç bir məlumat yoxdur. Onun oğlu ya ölüb, ya da son dərəcə ağır vəziyyətdədir. Biz onun haqqında heç nə eşitməmişik. O, yoxa çıxıb. Dünya bazarında neftin qiymətləri həftənin əvvəlində artıb. Bazarlar Yəmən husilərinin həftə sonu İsrailə ilk hücumlarından sonra qlobal tədarükün daha da azalacağından ehtiyat edir. Bunu ticarət məlumatları təsdiq edir. Brent markalı neftin iyun fütureslərinin qiyməti əvvəlki bağlanış qiymətinə nisbətən 2,52% artaraq 1 barel üçün 107,97 ABŞ dollarına çatıb. Neftin may fütureslərinin qiyməti 1,69% bahalaşaraq 101,32 ABŞ dollarına yüksəlib. Bazar ertəsi Brent markalı neftin may fütureslərinin qiyməti 19 martdan bəri ilk dəfə 1 barel üçün 116 ABŞ dollarını ötüb. Bu arada İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Məsələləri Komitəsinin sədri Əlaəddin Borucerdi bildirib. Hörmüz boğazından keçid yeni qanun layihəsinə əsasən ödənişli olacaq.
Yeni Zelandiyanın Maliyyə naziri Nikola Willis yaxın şərqdəki uzun müddətli münaqişə və qlobal təchizat zəncirlərindəki fasilələr fonunda inflyasiyanın kəskin artma ehtimalı barədə xəbərdarlıq edib. Məlumata görə o bildirib ki, təchizatda ciddi pozuntularla müşayiət olunan daha uzun müddətli münaqişə ssenarisində inflyasiya əvvəlki proqnozları xeyli üstələyə bilər. Bu il inflyasiyanın xeyli yüksələcəyi və hədəf diapazonundan kənarda qalacağı gözlənilir deyə Willis qeyd edib. Son məlumatlara görə 4-cü rübdə inflyasiya artıq 3,1% təşkil edərək Mərkəzi Bankın 1,3% səviyyəsindəki hədəf diapazonunu keçib. Enerji daşıyıcılarının bahalaşması fonunda bazarlar yaxın gələcəkdə pul kredit siyasətinin sərtləşdiriləcəyini mümkün hesab edirlər. Bununla belə, nazir konkret proqnozlar göstəricilərini açıqlamayaraq, xəzinədarlığın hələ yekun ssenarisini müəyyənləşdirmədiyini vurğulayıb. ABŞ ordusu müharibə iqtisadiyyatına hazır deyil. Ucuz İran şahidlərinin müasir hava hücumundan müdafiə sistemlərini effektiv şəkildə iflic edib. Bu barədə Business Insider məlumat yayıb. Məlumata görə ABŞ ordusunun $20.000 puaya görə 4 milyon dollarlıq raketin başa gəldiyi müharibə iqtisadiyyatına hazır olmadığı ortaya çıxıb. Hətta ən güclü sistemlər, məsələn, Patriot belə yalnız 16 raketdən ibarət məhdud sursat ehtiyatına malikdir. Bu da ucuz sürünün bir dalğası ilə tükənə bilər. Qeyd olunub ki, milyonlarla dollara başa gələn Raj-3 raketlərindən şahidlərə qarşı istifadə etmək iqtisadi cəhətdən məntiqsizdir. Bu, Vaşinqtonu məhdud hava hücumundan müdafiə vasitələrini regionlar arasında yenidən yerləşdirməyə vadar edir və digər əraziləri, xüsusən də Avropanı sözügedən sistemdən məhrum edir. ABŞ prezidenti Donald Trump İrandan zənginləşdirilmiş uran ehtiyatlarını çıxarmaq üçün hərbi əməliyyat keçirmək imkanlarını nəzərdən keçirir. Bu iddianı The Wall Street Journal qəzeti irəli sürüb. Qəzetin məlumatına görə, əgər həyata keçirilərsə və riskli və mürəkkəb bir missiya olacaq. Əməliyyat ABŞ quru qoşunlarının qüvvələrinin bir neçə günlük müdaxiləsini əhatə edəcək. Nəşr qeyd edir ki, Trump ümumiyyətlə belə bir əməliyyat ideyasına açıqdır, lakin ABŞ ordusuna qarşı təhdidlərin səviyyəsini öyrənir. Amerika lideri hələlik yekun qərar verməyib. Bundan əlavə nəşr qeyd edir ki, ABŞ lideri müşavirlərinə münaqişəyə son qoymaq üçün İrana təxminən 1000 funt zənginləşdirilmiş uranı könüllü olaraq təhvil verməsi üçün təzyiq göstərməyi tapşırıb. İranla müzakirələrdə olduqca yaxşı irəlilədiyimizi deyə bilərəm, lakin onlarla nə baş verəcəyini əsla bilmək olmaz. Bu barədə ABŞ prezidenti Donald Trump bildirib. Prezident deyib ki, İranla nə baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq qeyri-mümkündür. Biz onlarla müzakirə aparırıq, sonra isə onları havaya uçurmalı oluruq. Donald Trump həmçinin İrandakı hakimiyyət dəyişikliyinə də toxunub. Artıq bu ölkədə rejim dəyişib və köhnə rəhbərlikdən kimsə qalmayıb. İndi müzakirə apardığımız şəxslər əvvəlki idarəçilərdən tamamilə fərqli simalardır. İranda məktəblər qeyri-müəyyən müddətdə distant rejimə keçdi. İranda ölkədə vəziyyət tam sabitləşənə qədər tədris prosesi məsafədən idarə olunacaq. Bu barədə İranın Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb. Bildirilib ki, şagirdlərin sağlamlığı və təhlükəsizliyinin qorunması əsas prioritetdir. Bu səbəbdən ölkədə dayanıqlı şərait təmin olunana qədər orta məktəblərdə dərslərin qeyri-əyani formada davam etdirilməsi qərara alınıb.
İranın Küveytdəki hərbi düşərgəyə endirdiyi zərbə nəticəsində ən azı 10 hərbiçi yaralanıb. Bu barədə Müdafiə Nazirliyinin sözçüsü Polkovnik Səud Əl-Ətvan X sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə son 24 saat ərzində silahlı qüvvələr Küveyt hava məkanında 14 ballistik raket və 12 dron aşkar edib. Müdafiə Nazirliyinin sözçüsü əlavə edib ki, logistika şirkətinin anbarlarına da hücum edilib. Lakin hadisə nəticəsində heç kim xəsarət almayıb. İranın təhdidləri fonunda Ermənistan-Amerika Universiteti onlayn təhsilə keçib. Ermənistan-Amerika Universiteti İranın bölgədəki ABŞ və bağlı universitetlərə qarşı təhdidləri fonunda mövcud dərsləri dayandırıb və onlar da distant təhsilə keçib. Bu barədə universitetin özü məlumat yayıb. Paşinyan baş nazir postuna hakim partiyanın namizədi olub. Ermənistanda Vətəndaş Müqaviləsi partiyasının daxili səsvermənin 2 mərhələsinin yekunları açıqlanıb. Nəticələrə görə ölkənin baş naziri Nikol Paşinyan dövlət başçısı postuna namizəd irəli sürülüb. Bu barədə Paşinyan sosial şəbəkələrdə yayıb. ABŞ prezidenti Donald Trump Kubanın qısa müddət ərzində ABŞ üçün növbəti ölkə olacağını iddia edib. Bu barədə Trump jurnalistlərə bildirib. Növbəti Kuba olacaq. Bu uğursuz bir ölkədir. Tezliklə dağılacaq və biz ona kömək etmək üçün orada olacaq. Biz gözəl Kubalı Amerikalılarımıza kömək etmək üçün onların yanında olacaq deyə Ağ Ev rəhbəri qeyd edib. Lakin Trump Kubanın tənəzzülə olduğunu söyləsə də bununla bağlı ətraflı heç bir açıqlama verməyib. Qeyd edək ki, ABŞ humanitar səbəblərdən Rusiyada daxil olmaqla digər ölkələrin Kubaya vaxtaşı neft göndərməsinə etiraz etmir. Bu açıqlama ilə ABŞ prezidenti Donald Trump çıxış edib. Onlarda bir tankerimiz var. Bizim kiminsə tankerlə neft daşınmasına etirazımız yoxdur. Çünki onların sağ qalması lazımdır. Trumpdan Rusiyanın Kubaya bir tanker neft yardımı göndərməsinə münasibət bildirməsi istənilib. Əgər hər hansı bir ölkə indi Kubaya neft göndərmək istəyirsə, mənim bununla bağlı heç bir problemim yoxdur. Rusiya olub olmamasının da fərqi yoxdur. Əgər o bunu etmək istəyirsə, digər ölkələr də etmək istəyirsə, bu məni o qədər də narahat etmir. Trumpın sözlərinə görə bu cür təchizatlar Vaşinqtonun hərəkətləri, o cümlədən embargo nəticəsində Kubada yaranan enerji böhranının aradan qaldırılması səylərinə geniş miqyaslı təsir göstərməyəcək. Mən bu neftin Rusiyadan və ya digər ölkələrdən gəlməsinə icazə verməyə üstünlük verirəm. Çünki Kubadakı insanların isitmə, soyutma və hər şeyə ehtiyacı var deyə o əlavə edib. Xəbər verdiyimiz kimi, İsrailin baş naziri Benyamin Netanyahu Livanın cənubunda təhlükəsizlik zonası yaradılması planını təsdiqləyib. Əl-Cəzirə qərarla bağlı bəzi detalları açıqlayıb. Bildirilib ki, planlaşdırılan zona Litani çayı ərazisinə qədər uzanacaq. Bəzi yerlərdə çay İsrail sərhəddindən cəmi bir neçə kilometr məsafədə yerləşsə də, digər ərazilərdə Cənubi Livanın daxilinə 30 kilometrə qədər uzanır. İsrail hakimiyyəti geniş miqyaslı məcburi evakuasiya əmrləri verib. Bu əmrlər yalnız Litani çayının cənubunda deyil, həm də Zəhrani çayı ərazisinə qədər olan yaşayış məntəqələrini əhatə edir. Beyrutun cənub ətrafları üçün qüvvədə qalan təxliyə qərarları ilə birlikdə nəticədə 1 milyondan çox livanlı məcburi köçkünə çevrilib. Eyni zamanda İsrail ordusu Cənubi Livanda quru əməliyyatlarını
davam etdirir. Son 24 saat ərzində sahil bölgələrində və Xiyam şəhəri ətrafında hərbi aktivlik müşahidə olunur. Hizbullah isə Xiyamda yerləşən həbsxana yaxınlığında fəaliyyət göstərən İsrail hərbiçilərinə raket zərbələri endirdiyini iddia edib. Qruplaşma həmçinin İsrail ərazisindəki yaşayış məntəqələri və hərbi mövqelərə hücum etdiyini açıqlayıb. Tayvanın Kuomintang partiyasının sədri Chжэн Луэнин rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 7-sindən 12-sinədək Çinə səfər edəcək. Məlumatı Sinxua xəbər agentliyi Çin Xalq Partiyası Mərkəzi Komitəsinin Tayvanla iş üzrə ofisinin rəhbəri Song Taoya istinadən yayıb. İki partiya arasında və Tayvan boğazı boyunca münasibətlərin dinc şəkildə inkişafını təşviq etmək üçün Çin Xalq Partiyası Mərkəzi Komitəsinin və baş katib Xi Jinpingin sədr Chжэн Liveni Yuangsu, Şanxay və Pekinə səfər etməyə dəvət etdiyini elan etmək səlahiyyətinə malikəm. Onun sözlərinə görə Kuomintang nümayəndələri minnətdarlıqlarını bildirib və dəvəti rəsmi olaraq qəbul ediblər. Tayvan Siyasi Partiyasının bəyanatında sülhü möhkəmləndirmək, ikitərəfli mübadiləni genişləndirmək və boğazın hər iki tərəfindəki insanların rifahını təmin etmək üçün birgə işləməyə sadiq olduqları vurğulanıb. İranda quru əməliyyat öncədən uğursuzluğa məhkumdur. ABŞ uğursuz olacaq, çünki İran coğrafiyası müdafiəyə üstünlük verir. Bunu ABŞ Dəniz Piyadaları Korpusunun istefada olan kapitanı Metyuho deyib. Əgər biz quru qoşunlarını göndərməyə çalışsaq, sayından asılı olmayaraq onlar parça-parça olacaq. İndi münaqişədə təşəbbüs İranın tərəfindədir və Vaşinqton əməliyyatı davam etdirməklə öz mövqeyini daha da pisləşdirir deyə o bildirib. Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ ordusunun yaxın zamanda İranda quru əməliyyatına başlayacağı yönündə fikirlər də səsləndirilməkdədir. İranda Mücahidin Xalq Müxalifət Təşkilatı ilə əlaqədar ittiham olunan 2 nəfər edam edilib. Bu barədə Reuters İranın məhkəmə hakimiyyəti informasiya agentliyinə istinadən məlumat yayıb. İttihamnaməyə əsasən edam edilənlər Tehranda əldə qayırma qurğulardan istifadə etməklə silahlı hücumlar planlaşdırıblar. Onların saxlanma tarixi də daxil olmaqla digər təfərrüatlar açıqlanmır. İspaniya, ABŞ və İsrail təyyarələri üçün öz hava məkanını bağlayıb. İspaniya öz hava məkanını ABŞ və İsrailin İrana qarşı əməliyyatlarında iştirak edən təyyarələr üçün bağladığını bəyan edib. Bu barədə Report İspaniya kütləvi informasiya vasitələrinə əsasən xəbər yayıb. Yaxın Şərqdəki ABŞ əskərlərinin sayı bəlli olub və Amerika qoşunlarının sayı 50 mini keçib. Bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirir ki, 2500 dəniz piyadası və daha 2500 dənizçinin gəlişi ilə yaxın Şərq bölgəsindəki Amerika əskərlərinin sayı 50 mindən çox olub. Bu bölgədəki daimi əskər sayından hətta 10 min dəfə çoxdur. Nəşrin məlumatına görə paraşütçülərin yeri məlum deyil, lakin onlar İranın əhatə dairəsindədirlər. Qeyd olunur ki, təxminən 40 min ABŞ əskəri Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, İraq, Suriya, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdəki bazalarda və gəmilərdə daimi olaraq yerləşdirilir. ABŞ prezidenti Donald Trump hesab edir ki, Amerikanın İrandakı əməliyyatı artıq rejim dəyişikliyi ilə nəticələnib və yeni liderlər
məqbuldurlar. Trump təyyarədə jurnalistlərə bildirib ki, rejim dəyişikliyi artıq baş verib. Əgər görürsünüzsə, bir rejim məhv edilib, hamısı ölüb. Növbəti rejimin nümayəndələri də əsasən ölüb və biz üçüncü rejimlə əvvəllər heç kimin qarşılaşmayacağı, fərqli insanlarla məşğul oluruq. Bu tamamilə fərqli bir qrup insandır. Ona görə də düşünürəm ki, rejim dəyişib və açığı onlar çox ağıllıdırlar. Lakin Amerika lideri konkret olaraq kimi nəzərdə tutduğunu və ABŞ-nin konkret olaraq kiminlə məşğul olduğunu dəqiqləşdirməyib. Rusiyada inflyasiyanın artım tempi müəyyən qədər zəifləyib. Bu barədə İzvestiya qəzeti Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatlarına istinadən yazıb. Məlumata görə 2026-cı ilin fevral ayında Rusiyada illik inflyasiya 5,9% təşkil edib. Mart ayının ortalarında bu göstərici 5,7%-ə qədər enib. Lakin ayın 23-ünə yaxın yenidən 5,8%-ə yüksəlib. Nəşrin hesablamalarına görə inflyasiyanın yavaşlamasına bir neçə amil təsir göstərib. Xüsusilə fevral ayındakı bahalaşmadan sonra xiyarın qiymətinin ucuzlaşması və Birləşmiş Ərəb Əmirliklərinə səfərlərin qiymətinin azalması buna səbəb ola bilər. Bildirilir ki, 2026-cı ildən etibarən Birləşmiş Ərəb Əmirliklərinə turlar həftəlik inflyasiya hesablamalarına daxil edilir. Buna səbəb Rusiyalı turistlərin bu istiqamətdə xərclərinin əhəmiyyətli dərəcədə artmasıdır. Rusiya iqtisadiyyatı müharibə nəticəsində deformasiyaya uğrayır. İnflyasiya və faiz dərəcələri yüksəlir. Texnologiya sektoru çöküb. Bununla belə Rusiya, Çin, İran, Şimali Koreya və Hindistandan asıllığını artırsa da ayaqda qalmağı bacarır. Bunu Amerikalı mütəxəssis Robert Farlin öz məqaləsində qeyd edib. O bildirib ki, Rusiya üçün xərclər gözləntiləri xeyli üstələyib. Ukraynanın geniş miqyaslı işğalı Rusiya üçün uzun müddətli məna kəsb etmirdi. Sanksiyalar isə Rusiya iqtisadiyyatını deformasiyaya uğratdı. Heç bir ağlı başında olan lider gətirəcəyi xərclərin tam fərqinə vararaq müharibəyə başlamazdı. Bəs Putin bu itkilərə baxmayaraq niyə müharibəni davam etdirmək qərarına gəldi? Qısa cavab budur ki, müharibə Rusiyaya böyük itkilər versə də, onun davam etdirilməsi ilə bağlı gözlənilən xərclər Putinin sülh əldə etmək üçün gözlədiyi xərclərdən çox deyil. Rusiya çox böyük miqdarda ilkin xərc çəkdi və təkcə Ukraynanı deyil, həm də Avropa və Asiyanın geniş ərazilərini həmişəlik özününkiləşdirdi. Ukrayna müharibəsinin 1496-cı günü üçün Rusiya ordusunun itkiləri haqqında məlumat yenilənib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Qeyd olunur ki, Rusiya indiyə qədər 1.296.700 hərbiçi, 11.824 ədəd tank, 24.317 ədəd zirehli döyüş maşını, 39.049 ədəd artilleriya sistemi, 1708 ədəd reaktiv yayılma atəş sistemi, 1336 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 350 ədəd helikopter, 86.160 ədəd avtomobil texnikası, 206.531 ədəd PUA, 4491 qanadlı raket, 33 gəmi kater, 2 sualtı qayıq və 4105 xüsusi avadanlıq itirib. Rusiyanın Böyük Savino aeroportunda Bakı istiqamətində həyata keçirilməli olan beynəlxalq reys ciddi gecikmə ilə
üzləşib. Hadisə Azərbaycanla hava əlaqələrinə birbaşa təsir göstərib. İR aviaşirkətinə məxsus Perm-Bakı reysi martın 28-də planlaşdırılan vaxtda havaya qalxa bilməyib. Uçuş texniki nasazlıq səbəbindən təxminən 1 sutka gecikərək martın 29-una keçirilib. Gecikmə təkcə Bakı istiqaməti ilə də məhdudlaşmayıb. Eyni zamanda Permdən Misirin Krot şəhəri Şarm-əl-Şeyx istiqamətinə olan reysdə də gecikib və martın 30-una təxirə salınıb. Zəncirvari gecikmə nəticəsində əks istiqamətə Şarm-əl-Şeyx Parm marşrutu üzrə reysin və qrafiki dəyişdirilib. Belə ki, həmin reysin gəlişi martın 29-u saat 15:20-dən martın 30-u saat 15:30-a keçirilib. Sərnişinlər uzun müddət gözləməli olub. Aviaşirkət gecikmə ilə bağlı onları otelə yerləşdirib. Hadisəyə görə Perm Nəqliyyat Prokurorluğu yoxlamaya başlayıb və sərnişin hüquqlarının qorunması nəzarətə götürülüb. Rəsmi açıqlamalara əsasən aeroportda ümumi uçuş məhdudiyyəti tətbiq olunmayıb. Bununla belə həmin gün digər reyslərdə də gecikmələrin qeydə alındığı bildirilir. Qeyd edək ki, Perm-Bakı reysi Azərbaycanla Rusiya arasında mühüm hava bağlantılarından biri hesab olunur və bu cür gecikmələr sərnişin axınına və planlaşdırılmış səfərlərə birbaşa təsir edir. Rusiyanın Rostov vilayətinin Taqanrod şəhərinə kütləvi PUA hücumu olub. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd olunur ki, 2 saatdan çox davam edən hücum nəticəsində şəhərdə xeyli sayda yaşayış binasına ziyan dəyib. Şəhər meri Svetlana Kambulova zərbələr nəticəsində 40-dan çox binaya ziyan dəydiyini deyib. 12 çox mənzilli bina, 27 fərdi ev, 10 avtomobil, 1 məktəb və 3 müəssisəyə ziyan dəyib. Çinin şimal-şərqindəki Heyslunsyan əyalətində binanın qismən uçması nəticəsində 7 nəfər həlak olub. Bu barədə Xinhua agentliyindən məlumatında deyilir. Hadisə gecə saatlarında Hailin şəhərində qeydə alınıb. 9 nəfər dağıntılar altında qalıb, onlardan ikisi xəstəxanaya çatdırılıb, qalan 7 nəfər həlak olub. Hazırda xilas etmə işləri başa çatıb və qəzanın baş vermə səbəbləri araşdırılır. İspaniya, ABŞ və İsrailin İrana qarşı başlatdığı epik qəzəb əməliyyatında iştirak edən təyyarələr üçün öz hava məkanını bağlayıb və El País məlumat yayıb. Madrid administrasiyası yalnız Rota və Moren de la Frontera bazalarından hücumlarda iştirak edən qırıcı və yanacaq doldurma təyyarələrin istifadəsini qadağan etməklə kifayətlənməyib. Eyni zamanda Böyük Britaniya və Fransa kimi 3-cü ölkələrdə yerləşən ABŞ hərbi hava vasitələrinin də İspaniya hava məkanına daxil olmasına icazə verməyib. Qadağanın yeganə istisnası fövqəladə hallardır. Belə məqamlarda təyyarələrin hava məkanından keçidinə və ya enişinə icazə verilə bilər. Ermənistan müstəqillik qazandığı dövrdən bəri ilk dəfədir ki, Azərbaycanla tam sülhə nail olub. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook sosial şəbəkəsindəki paylaşdığı videoda bildirib. Paşinyan vurğulayıb ki, 2025-ci ilin avqust ayına qədər olan dövrdə ölkəsi Azərbaycanla belə bir sülh mühitində heç vaxt olmayıb. Baş nazir bunu tarixi bir mərhələ kimi də qiymətləndirib. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də xəbər saatlarını hər gün izləməyi unutmayın. Bizi izləyin, xəbəri bizdən xəbər alın. Sağ olun, salamat qalın.